Müharibə dövründə Azərbaycan ərazisi bombalanıb. Bu faktdır. Lakin bu Bakı deyil. Bu Naxçıvan bölgəsidir. Yəni Zulfi ərazisi, Naxçıvan bölgəsi. Növbəti dəfə isə Bakı üzərində düşmən təyyarəsinin kəşfiyyat uçuşu 1942-ci ilin mayın 4-dən başlayır. Oktyabrın 29-na qədər müntəzəm olaraq Bakı üzərinə səvrəmsə 50-dən çox deməli uçuşlar var. Çox maraqlıdır. Yəni o dövrün xüsusi şöbəsinin sənədlərində, araçlarında Respublika rəhbərinin göndərdiyi araçlarında bildirir ki, Sovet təyyarələri nədənsə Alman təyyarələri döyüşə girmək ilə də həvəs göstərmirlər. Tamamilə yanlış istiqamətdə uçurlar, ya düzgün yüksəkliyə, hündürlüyə qalxmırlar və son nəticədə biz təyyarəni görmədik, hesabatı verib geri qayıdırlar. Bakı üzərində bir dənə olsun düşmən təyyarəsi vurulmamışdır. Azərbaycan üzərində 2 dəfə düşmən təyyarəsini məhv etmək olub. Biri Quba üzərindədir. Avqustun 14-də vururlar. Təyyarəni vurarkən 4 heyəti var idi. Heyəti 4 nəfər üzvü var idi. Onların ikisi təyyarədə ölmüşdü. İkisini də paraşütlə tulanda tutmuşdular. Ələ keçirilən əmək pilotlar etiraf edirlər ki, onların 9 təyyarədən ibarət xüsusi bir eskadrilliyası var. Onlar müntəzəm olaraq kəşfiyyat yürüşləri edirlər. Alman təyyarələrindən biri Artyom adasından 20 kilometr şərqdə vurulur, mühərrikin biri vurulur və Alman təyyarəsi sola doğru dönüş edərək dumanlı bir havada yoxa çıxır. Alman hərbi hava qüvvələrinin komandanlığı həmin heyəti itkin düşmüş hesab edir.